Sabahınız xeyir, necəsiz? Pilatesə hazırlaşırdım getməyə, düşündüm sərgidən aldığım kitabları paylaşım. Bu dəfə 3 kitab almışam, amma üçü də oxuma listimdə olan kitablardır. Əvvəlki sərgilərə nəzərən daha az kitab almışam, amma daha ürəyimcə olan kitablar olduğuna görə, daha axtardığım kitablar olduğuna görə üçünə də həvəslə başlayacağam oxumağa. Artıq ikisinə başlamışam. Birincisi Colin Tipping'in Radikal Bağışlanma kitabıdır. Bu kitabı çoxunuz eşidə bilərsiniz adını və mən də çoxdan axtardığım, çoxdan oxumağa səbirsizləndiyim kitabı idi. Evə gələn kimi səhəri gün başladım oxumağa. Onsuz da yeni kitab axtarışındaydım ki, hansı kitaba başlayım. Bu kitaba başladım və sizə deyim ki, bu vaxta qədər oxuduğum fərdi inkişaf kitablarının içərisində ən bəyəndiyim, hələ 100 səhifəyə çatmamışam, amma ən bəyəndiyim kitablardan biri olacağını görürəm. Yəni, çox bəyəndim. Hələ indi də paylaşacağım oxuduqca. Daha sonra Bağırmayan Analar, Qışqırmayan Analar. Kitabı da çoxdan eşitmişdim və almaq istəyirdim, amma türk dilində daha çox kitab oxumaq istəmədiyimə görə Azərbaycan dilini axtarırdım. Azərbaycanca götürdüm bu dəfə. Ümumiyyətlə, kitab alanda da diqqət edirəm ki, daha çox özümə kitab götürəndə, roman götürəndə və yaxud da fərdi inkişaf kitabları götürəndə bir də bir ana olaraq analıq haqqında kitablar götürüm və ona görə də bu kitabı da mən artıq buna da başlamışam. Necə? Bunları uşaqların otağında, bu kitabı uşaqların otağında qoyuram və uşaqları yatıran o 15-20 dəqiqəlik ərəfədə uşaqlarla kitab oxuyub qutarır, onların gözü yuxuya gedən ərəfədə mən bu kitabı başlayıram oxumağa. Yəni, bilmirəm, bu mənə çox yaxşı gəlir ki, hansı ki, qarışdırmıram. Biri onların otağında olur, onlarla vaxt keçirəndən sonra yatan müddətdə bunu oxuyuram. Elə də çox oxumuram, 15-20 səhifə hər oturanda. Qalan vaxtlarda da bu kitabı. Daha sonra aldığım kitab Tehranda Kitab Dükanı. Bu kitabı çox eşitmişdim. Yəni, haqqında çox eşitmişdim və həvəslənirdim oxumağa və xoş rəylər almışdım həmişə bu kitab haqqında oxuyanlardan. Və ona görə də mənə maraqlı idi. Hətta bir neçə klassik kitab götürmüşdüm. Bir neçə klassik kitabın içində xanım dedi ki, yox, bunu götürsəz, bunu bəyənəcəksiniz əminəm. Satçı xanım da bunu məsləhət gördü və götürdüm. Əslində ürəyimdən də bu keçirdi, çünki doğrudan da bunu çox eşitmişdim haqqında və doğrudan da maraqlı idi mənə. İndi qaçıram pilatesə, çünki pilatesə getməliyəm. Özümü gedəndə sürüyə aparıram, amma gələndə özümə təşəkkür edirəm ki, Ramilə, nə yaxşı getmirsən.